Dekabr ayının əvvəlidir. Havalar isti keçir. Bu arıçılar üçün həm fürsət, həm də risk deməkdir. Bugün 5-6 arı ailəsinə baxaraq bütün arıxananın vəziyyətini dəqiqləşdirəcəyik. Belə bir yoxlamanı 12-14 dərəcədən yuxarı olan isti havalarda keçirmək olar. Bu dönəmdə arıları çox narahat etmək olmaz. Yoxlama qısa və dəqiq olmalıdır. Arıçı təftişə başlamamışdan əvvəl yoxlamanın məqsədini və yoxlama elementlərini müəyyən etməlidir. Yoxlamanın nəticəsində ehtiyac yaranan işləri planlaşdırıb sonra icra etməlidir. Arıların sakitliyini yoxlamaq üçün tüstüdən istifadə etmirik. Arının gücünü müəyyən etmək üçün neçə çərçivə arası arı var sayırıq. Hal-hazırki arı ailəsində 7 çərçivə arası arı var. Orta gücdə bir arı ailəsidir. Arılar sağlam görünür. 5 çərçivə arası arısı olan zəif bir arı ailəsidir. Bu ilin bölməsidir. Əsas payız yoxlaması zamanı çox zəif idi, bir qədər güclənib. Arı ailəsi bala yetişdirməni davam etdirir. Açıq, qapalı sürfələr var. Həmçinin də yumurtalar görünür. Sürfələr şəffafdır. Saralma, qaralma yoxdur. Yəni, vizual olaraq görürük ki, bu arı ailəsində sürfə xəstəlikləri yoxdur. Arılara diqqət edirik. Arıların üzərində gənə yoxdur. Arılar sağlam görünür. Diqqətlə baxdıqda gənc arıları qoca arılardan ayırd etmək olur. Bu da onu göstərir ki, ailədə gənc arılar çoxdur. Bu da müsbət bir cəhətdir. Qışlamaya gedən arı ailəsində cavan, enerjili arıların çox olması arı ailəsinin keyfiyyətinin göstəricisidir. Yoxlama zamanı onu da müəyyən etdim ki, keçən ilki analar əksər hallarda yumurta qoymanı dayandırıb. Cavan bu ilin anaları isə yumurta qoymağa daha çox meyillidir. Yoxlamanın əsas məqsədlərindən biri də bala olmayan dönəmi vaxtında müəyyən edib, arıların üzərində açıqda müdafiəsiz qalmış varroa gənələrinə son öldürücü zərbəni vurmaqdır. Bu məqsədlə varroa əleyhinə dərmanlardan birindən istifadə edəcəyik. Tropi aşkar edilmiş bölgələrdə bu balasız dönəmdən mütləq istifadə etmək lazımdır. Tropi gənələri bala olan dönəmdə, bala olan möhürlü qovcuqlarda olduqları üçün heç bir dərman vasitəsi onlara lazımi dərəcədə təsir etmir. Hansısa ailələrdə süfrə yetişdirilməsi, bala yetişdirilməsi dayanmazsa, o ailələrdə tropi gənələri gələn mövsümə də sağ çıxacaq. Tropi gənələri varroa gənələri ilə nisbətdə daha tez çoxalır. Ona görə də bu dönəmdən istifadə edib tropi gənələri ilə ciddi mübarizə aparmaq lazımdır. Yoxlama zamanı diqqət edəcəyimiz elementlərdən biri də arı ailəsində yetərincə qış ehtiyatının, əsas da balın olmasıdır. Balı olmayan ailələrə ehtiyatda saxladığımız ballı çərçivələrdən vermək lazımdır. Son illər payızda havalar çox isti keçir, arılar çiçək tozu gətirir, bala yetişdirmə dayanmır. Bu səbəbdən də biz əlavə şanlı çərçivələr saxlayırıq ki, arılar bala yetişdirmədə qış yemlərini tükədərsə, onlara ballı çərçivələr verək. Bu dönəmdə başqa arı yemlərinin verilməsi heç məsləhət deyil. Çıxılmaz vəziyyətə düşməmək üçün vaxtında arılarınız üçün qış ehtiyatı yaradın. Tək arı ailəsinin içərisində olan bal ehtiyatından söhbət getmir. Həmçinin də arıçının anbarında özünün ehtiyatı olmalıdır. Növbəti arı ailəsinə baxış keçiririk. Arı ailəsinin bal ehtiyatını da yoxlayırıq. Bu ailədə yetərincə bal ehtiyatı var. Hardasa orta gücdə bir arı ailəsidir. Ailə bala yetişdirməyi davam etdirir. Sürfələrdə və arılarda
Heç bir xəstəlik əlaməti yoxdur. Yuvanın həcmi arının gücünə uyğundur. Güclü ailələrdə yuvanı qısaltmırıq. Adətən soyuq qışlatmağa üstünlük veririk. Bu il arı ailələrinin bəziləri zəif düşdükləri üçün bölmələr çox da bizi qane edəcək qədər inkişaf etmədiyi üçün istilikdən istifadə edirik, yuvaları qısaldırıq. Yuvalarda nəmişlik yoxdur, havalandırma yaxşıdır. 5-6 arı ilə yanaşı şübhəli olan arı ailələrini də yoxladıq. Arıxanada vəziyyət qənaət bəxşdir. Əlavə iş görməyə ehtiyac yoxdur. Arıxanadakı arı ailələrinin tamamında balasız dönəmin yaranmağını gözləyirik. Balasız dönəmdə varroa gənələri arıların üzərində olur, müdafiəsiz olur. Bu dönəmdə mütləq varroa əleyhinə dərmanlardan birini istifadə edərək varroa gənəsinin nüfuzunu kəskin şəkildə azaltmaq olur. Bu fürsətdən yararlanmaq istəyirik. Ekranda gördüyümüz arı ailəsi Boz Qafqaz arı ailəsidir. Gürcüstan Boz Qafqaz arı xətlərindəndir. Karniol və İtalyan arıları ilə müqayisə etmək istəyirəm. İtalyan və Karniol arısına nisbətdə bir qədər aqressivdir. Tüstüdən və arıçı geyimindən istifadə etmədən bu dövrdə belə rahat baxış keçirmək olur. Bu il zəif bir bölməyə verilmişdi ana arı. Ona görə gücünə görə, qoşun sayına görə müqayisə etmirəm. Süni mayalanmış ana arıdır. Yetişdiriciləri iddia edirlər ki, saf Boz Qafqaz arısıdır. Fenotipi və davranışı da bunu sübut edir. Bu arı da bizim üçün yeni deyil. Əvvəllər Boz Qafqaz arısı bizim təsərrüfatda olub. Mənim üçün ən maraqlısı o idi ki, Boz Qafqaz arısı da bala yetişdirməyi davam etdirirmi? Və ekranda görürük ki, Boz Qafqaz arısı da bala yetişdirməyi davam etdirir. Əlbət ki, öz gücünə görə. Diqqətinizə görə sağ olun. Videonun davamını istəyirsinizsə kanalımıza abunə olun, videolarımızı bəyənin.